Salam əziz dinləyicilər. Bugünkü dərsimizdə biz cümlənin ikinci dərəcəli üzvü olan təyin haqqında danışacağıq. Cümlənin ikinci dərəcəli üzvü olan təyin kimi işlənən sözlər arasında və yaxud da söz birləşmələrinin altından dalğalı bir xətt çəkilir. Təyinin sualları necə, nə cür, hansı, sonra neçə, nə qədər, neçənci. Deməli, təyin bu suallardan birinə cavab verir. Təyin nələri izah edir? Təyin cümlədə isimlər və yaxud da isim xüsusiyyətini daşıya bilən, yəni isimləşən sözlərlə ifadə olunan hər hansı üzvü izah edir. Məsələn, deyirik ki, hava, soyuq hava. Soyuq hava idi. Hava idi. Necə hava? Soyuq hava. Soyuq təyindir. Hava ismini təyin edir, yəni onu izah edir. Təyin ifadə vasitələri nələrdir? Təyin ifadə vasitələri nələrdir? Təyinin əsas ifadə vasitəsi sifət və saydır. Çünki təyin sifətin və sayın suallarına cavab verir. Daha çox. Və daha sonra isə digərləri isə sifətləşərək, attributivləşərək, yəni nə edir? Təyin vəzifəsində çıxış edə bilir. Sifət olaraq nümunə yazırıq. Məsələn, deyirik ki, igid oğullarımız vətəni qoruyar. Qoruyar kim? Oğullarımız. Necə oğullarımız? İgid oğullarımız. İgid sifətdir və cümlədə təyin vəzifəsində çıxış etmiş oldu. Və yaxud da deyirik ki, sonuncu sıra boş idi. Boş idi. Hara sıra? Hansı sıra? Sonuncu sıra. Bu da say təyin vəzifəsində çıxış etmiş olur. Daha sonra isim də təyin vəzifəsində çıxış edir. Yəni sifətin sualına cavab verir. Necə ki, sifətlər isimləşərək mübtəda vəzifəsində çıxış edir. İsim də sifətləşərək cümlədə təyin vəzifəsində çıxış edə bilir. İsim. Məsələn, nümunə olaraq deyirik ki, daha çox sifətləşən isimlər hansılardır? Materiallar, deməli, dəri, qızıl, gümüş, taxta, daha sonra dəmir, yun, ipək, torpaq, asfalt kimi birləşmələr də, sözlər daha çox sifətləşirlər. Məsələn, deyirik ki, taxta, qapı, çürümüşdü. Çürümüşdü. Taxta, qapı, çürümüşdü. Çürümüşdü. Nə? Qapı. Necə qapı? Hansı qapı? Necə qapı? Taxta, qapı. Burada da taxta isimdir. Cümlədə sifətləşərək təyin vəzifəsində çıxış etmiş olur. Və yaxud da deyirəm ki, dəri çanta, dəri çanta, dəbdə idi, dəbdə idi. Dəbdə idi, nə? Çanta, necə çanta? Dəri çanta, dəri isimdir, amma burada sifətləşərək cümlədə təyin vəzifəsində çıxış etmiş olur. Daha sonra təyin ifadə vasitələrinə aid əvəzlik, məsələn, deyirik ki, bu binanın qarşısında park var. Park var. Var nə? Park. Harada? Binanın qarşısında. Hansı binanın qarşısında? Bu binanın qarşısında. Burada bu əvəzliyi
təyin vəzifəsində çıxış etmişdir. Daha çox işarə vəzifələri, təyin vəzifələr cümlədə təyin vəzifəsində çıxış edir. Məsələn, deyirik ki, bütün siniflər imtahana hazır idi. Hazır idi. Nə? Siniflər. Hansı siniflər? Bütün siniflər. Bütün yenə də təyin vəzifəsində çıxış edən əvəzlikdir. Daha sonra zərf. Zərf də cümlədə təyin ola bilir. Daha çox aşağı, yuxarı kimi zərflər cümlədə təyin ola bilir. Məsələn, deyirik ki, yuxarı mərtəbə tərtəmiz idi. Tərtəmiz idi. Hara mərtəbə, hansı mərtəbə? Yuxarı mərtəbə. Daha sonra və yaxud da zərfə nümunə olaraq deyirəm ki, aşağı siniflər imtahan verməyəcək. İmtahan verməyəcək kim? Siniflər, hansı siniflər? Aşağı siniflər. Burada da təyin vəzifəsində çıxış etmiş oldu. Daha sonra fiili sifət. Fiili sifət cümlədə daha çox təyin vəzifəsində çıxış edir. Məsələn, deyirik ki, oxuyan müğənni dünyada məşhurdur. Dünyada məşhurdur. Məşhurdur kim? Müğənni. Hansı müğənni? Oxuyan müğənni. Deməli, təyin fiili sifətlə ifadə olunmuşdur. Daha sonra ismi birləşmələr də cümlədə təyin ola bilir. Daha çox vəzifə bildirən söz birləşməsi şəklində işlənirlər. Şəxs adının əvvəlində işləndikdə təyin vəzifəsində çıxış edə bilir. Məsələn, deyirik ki, sinif rəhbəri A. Məsələn, ad, soyad. Deməli, sinif rəhbəri bizi tədbirə hazırlayırdı. Deməli, burada deməli, hazırlayırdı kim? Sinif A.A şəxs adı varsa, onun əvvəlində işlənən vəzifəsini, titulunu, hər hansısa bir şəxsin kimliyini bildirən söz birləşməsi işlənibsə, bu onun təyin edicisidir. Hansı? Sinif rəhbəri. Bu onun təyinidir. Və yaxud da deyirik ki, xalq artisti böyle Rəşid Behbudov konsertdə çıxış etdi. Çıxış etdi kim? Rəşid Behbudov. Hansı? Xalq artisti. Deməli, ismi birləşmə nə etdi? Cümlədə təyin vəzifəsində çıxış etdi. Daha sonra fiili birləşmə də cümlədə təyin ola bilir. Daha çox fiili sifət tərkibi cümlədə təyin olur. Məsələn, deyirik ki, dərsə
həvəslə yanaşan uşaq indi çox azdır. Azdır. Azdır nə? Uşaq. Necə uşaq? Dərsə həvəslə yanaşan. Fe'li sifət tərkibi cümlədə təyin vəzifəsində çıxış etmiş oldu. Yəni fe'li birləşmə. Bildiyimiz kimi fe'li birləşmələrdən fe'li bağlama tərkibləri cümlədə yalnız zərflik olur. Məsdərin isə təyin olmaq kimi bir xüsusiyyəti yoxdur. Düzdür, istisna hallarda məsdər bəzən qoşulmalarla işlənib təyin vəzifəsində çıxış edə bilir, amma bu ümumi qaydanı pozmur. Məsələn, deyirik ki, onun rəqs etmək kimi marağı var. Burada onu silək. Çünki söz birləşməsinin tərkibində bütöv götürüləcək gəlik halda olduğu üçün. Deməli, rəqs etmək kimi marağı var. Var nə marağı? Necə marağı? Rəqs etmək kimi maraq. Burada təyin vəzifəsindədir. Əgər onun burada qalsaydı, onun marağı ismi birləşmə bütöv götürüləcəkdir. Ona görə onu sildim. Deməli, daha sonra başqa bir nümunə yazaq. Məsdərin təyin olmağına aid. Deməli, vətəni qorumaq kimi arzusu var. Var nə? Arzusu. Necə arzusu? Vətəni qorumaq kimi arzusu. Burada da məsdər tərkibi cümlədə və yaxud da ki, məsdərin özü cümlədə nə ola bilər? Təyin ola bilər. Burada isə məsdər tərkibi təyindir. Deyirəm ki, onun oxumaq kimi həvəsi var. Necə həvəsi? Oxumaq kimi. Burada isə məsdər qoşma ilə işlənib təyin vəzifəsində çıxış edib. Sonra ən çox nələrə diqqət etməliyik? Deməli, təyin cümlə daxilində işləndikdə bəzən birləşmələrin əvvəlində gəlir. Həm fe'li birləşmələrin əvvəlində, daha doğrusu fe'li birləşmələrin əvvəlində olduğunu düşünürük. Məsələn, nümunə olaraq deyirəm ki, köhnə bina söküləndə onu ağlamaq tutdu. Onu ağlamaq tutdu. Onu ağlamaq tutdu nə zaman? Ağlamaq tutdu kimi onu nə zaman? Bina söküləndə, hansı bina? Köhnə bina deyə bilmərik. Bax, diqqətli olur. Biz bunu təyin kimi düşünə bilərik. Amma onu təyin götürə bilmərik. Çünki fe'li birləşmənin əvvəlində təyin olmur. Bax, bizi hər zaman çaşdıra bilər. Nə zaman onu ağlamaq tutdu? Köhnə bina söküləndə birbaşa nə olacaq? Zərflik olacaq. Bu fe'li birləşmədir. Bina söküləndə, sonra hansı bina? Köhnə bina deyə bilmərik. Çünki fe'li birləşmənin əvvəlində təyin işlənmir. Amma desəm ki, köhnə binanın təmiri onu sevindirdi. Sevindirdi. Kimi onu? Nə? Binanın təmiri. Hansı binanın? Köhnə binanın. Bu ayrıca təyindir. Niyə? Ona görə ki, o ismi birləşmənin əvvəlində işlənib. Fe'li birləşmənin əvvəlində təyin işlənmir. Daha sonra təyin xəbərə aid olduqda diqqət etməli olduğumuz bəzi məqamlar var. Bax, diqqətli olaq. Təyin nəyi təyin edir, nəyi izah edir? İsim və yaxud da ismi birləşmələri. İsimləşmiş ifadələri təyin edir. Məsələn, belə bir nümunə yazıram. Deyirəm ki,
onun qızı qara saçlıdır. Qara saçlıdır. Bir deyirəm ki, onun qızı qara saçdır. Bunlar arasında nə qədər bənzəsə də böyük bir fərq var. Saçlıdır kim? Onun qızı. Necə saçlı? Qara saçlı. Bax, necə saçlı dedikdə qara saçlı. Biz dedik təyin nəyi izah edir? İsim və yaxud da isimləşmiş birləşmələri, sözləri, ifadələri. Amma burada qaranı təyin kimi düşünsək, bu nə olur? Deməli, ismə aid olmur. Nəyə görə? Çünki saçlı nədir? Saçlı sifətdir. Necə saçlı? Qara saçlı desək də, saçlı sözü sifətdir. Təyin ismi birləşmələri, isimləşmiş ifadələri təyin etməlidir. Ona aid olmalıdır. Təyin sifətə aiddir. Düşünə bilərik. Burada olacaq deməli bu zərflik. Amma deyirəm onun qızı qara saçdır. Saçdır. Kim? Onun qızı necə? Qara. Bu artıq qara saç. İsmə aid olduğu üçün bu olacaq təyin. Qeyd edirik. Onun babası zəhmətkeş qocadır. Bir də var, deyirik ki, onun babası deməli babası zəhmətkeş insandır. Zəhmətkeş insandır. Bax, bu kimi birləşmələrdə də cümlə üzrə daha doğrusu deməli qocadır. Kim? Onun babası. Necə qoca? Zəhmətkeş. Bax, zəhmətkeş necə sualına cavab verirsə də cavab verir. Qocadır nədir burada? Onun babası qocadır. Necə qocadır? Zəhmətkeş qoca. Onun babası necədir? Qocadır. Deməli sifətdir burada, elədir. Sifət isimləşməyib. Əgər isimləşmiş belə olsa, bu zaman biz zəhmətkeşi təyin götürə bilərik. Amma isimləşməyib, qocadır. Onun babası necədir? Qocadır. Necə qocadır? Zəhmətkeş. Bu zaman bu zərflik olacaq. Amma onun babası zəhmətkeş insandır. Deməli insandır. Kim? Onun babası. Necə insan? Zəhmətkeş insan. İnsan isminə aid olduğu üçün bu zaman bunu təyin götürə bilərik. Bir də deyirik ki, onun babası zəhmətkeş qocalardandır. Zəhmətkeş qocalardandır. Qocalardandır. Kim? Onun babası. Necə zəhmətkeş? Burada zəhmətkeş təyindir, yoxsa zərflikdir? Onun babası kimlərdəndir? Kimdir? Onun babası kimdir? Qocalardandır. Belədir. Burada ismə məxsus olan cəm, hal şəkilsini qəbul edib isimləşib. Və isimləşmiş sifətə aid olanda onun əvvəlki sözü də təyin götürə bilərik. Daha sonra təyinin sintaktik əlaqəsindən danışaq. Bilirik ki, təyin bütün cümlə üzvləri ilə sintaktik əlaqəyə girir. Təyin bütün cümlə üzvləri ilə sintaktik əlaqəyə girir. Hər birində də nə edir? Təyin. Burada xəbər, təyin, tamamlıq. Deməli, asıl tərəf kimi çıxış edir. Bütün cümlə üzvləri özündən sonra gələn, özünün izah etdiyi, aid olduğu üzvün, deməli, üzündən asıl vəziyyətə çevrilir. Bəzən elə olur ki, həmin bu işlənən təyindən əvvəl başqa bir təyin də işlənir. Bu zaman təyin əsas tərəf kimi də çıxış edə bilir. Məsələn, deyirik ki,
qara. O yine ne boyda oldu bu? Qara renkli qapının yanında dayanmıştı. Dayanmıştı. Aha. Dayanmıştı. Harada? Qapının yanında. Hansı qapının yanında? Renkli qapının yanında. Hansı qapının yanında? Qara renkli qapının yanında. Renkli qapı burada təyin zərfliyə aiddir. Bu zaman aslı tərəf kimi çıxış edir. Qara renkli bu zaman isə təyinə aid olaraq əsas tərəf kimi də çıxış edir. Təyin. Əsas tərəf kimi. Deməli, renkli sözü həm əsas, həm də aslı tərəf kimi çıxış etmiş oldu. Təyin haqqında deyəcəklərimiz, danışacaqlarımız bu qədər. İnşallah dərsimiz hər biriniz üçün faydalı oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı, rəylərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Dinlədiyiniz üçün təşəkkür edirəm.